Vaxtınız xeyir dəyərli izləyicilər. Bugün biz Azərbaycan igid oğullarından olan Cabbarzadə Cavid Qorxmazoğlu'nun ailəsinin evindəyik. O 1997-ci ildə Bakı şəhərində dünyaya gəlmiş, uşaqlığından həm musiqiyə, həm də idmana xüsusi marağı olmuşdur. Həmçinin o tar sənətini yaxından öyrənmiş, həm ox atma ilə də məşğul olmuşdu. Vətən sevgisi onu 2015-ci ildə orduya saldı və aprel döyüşlərində yaxından iştirak elədi. Həmçinin o kəşfiyyatçı snayper kimi yetişdi. 2020-ci ildə onun qəhrəmanlıq yolu yeni mərhələyə keçdi. O 2020-ci ildə yenidən könüllü olaraq ailəsinin xəbəri olmadan orduya yazıldı və 2-ci Qarabağ müharibəsində yaxından iştirak etdi. Füzuli, Cəbrayıl, Xocavəndin uğrunda gedən döyüşlərdə iştirak etdi və qəhrəmancasına şəhidlik zirvəsinə ucaldı. Bugün o, ailəsinin, yaxınlarının və həmçinin bütün xalqın ürəyində yaşayır. Şəhidimizin xatirəsini həsr olmuş video çarxı izləyək, daha sonra qaldığımız yerdən davam edək. Cabbarzadə Cavid Qorxmazoğlu 1997-ci il avqustun 10-da Bakı şəhəri Suraxanı rayonu Bülbülə qəsəbəsində anadan olmuşdur. 2003-cü ildə 1-ci sinifə başlamış, 2014-cü ildə isə məktəbi bitirmişdir. Bununla bərabər musiqi məktəbinin tar sinifini də uğurla başa vurmuşdur. Musiqiyə olan marağı ilə yanaşı, Cavidin idmana da böyük həvəsi var idi. Qədim idman növü olan kamandan ox atma ilə məşğul olmuşdur. Cavid 2015-ci ildə hərbi xidmətə yollanmış, kəşfiyyatçı snayper peşəsinə yiyələnmişdir. O, 2016-cı ilin aprel döyüşlərində Lələtəpənin alınmasında iştirak etmiş, düşmənin bir neçə canlı qüvvəsini və texnikasını məhv etmişdir. 2017-ci ildə hərbi xidmətini başa vurmuşdur. 2020-ci ildə Tovuz döyüşlərində general-mayor Polad Həşimovun şəhid olmasından sonra Azərbaycanın bütün igid oğulları kimi Cavid də ailəsinin xəbəri belə olmadan könüllü şəkildə orduya yazılmışdır. Sentyabr ayının 28-də Azərbaycan ordusunun əskəri olan Cavid Cabbarzadə 2020-ci il sentyabrın 27-sində başlayan və Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi, eləcə də Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda başlanan 2-ci Qarabağ müharibəsinə qoşulmuşdur. O, Cəbrayılın, Füzulinin və Xocavənd rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Cavid Cabbarzadə 2020-ci il oktyabrın 24-də Füzuli Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 2020-ci il noyabrın 5-də 2-ci Fəxri Xiyabanda dəfn olunmuşdur. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqları şərəflə yerinə yetirdiyinə görə Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Cavid Cabbarzadə ölümündən sonra Vətən uğrunda medalı ilə təltif edilmişdir. Azərbaycanın Füzuli rayonunun işğaldan azad olunması uğrunda aparılan döyüş əməliyyatlarına qatıldığı və şəxsi igidliyi ilə fərqləndiyinə görə Prezident İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli sərəncamına əsasən Cavid Cabbarzadə ölümündən sonra Füzulinin azad olunmasına görə medalı ilə də təltif olunmuşdur. Cavid Cabbarzadə döyüşlərdə göstərdiyi şücaətə görə 3-cü dərəcəli Vətənə xidmətə görə ordeni ilə təltif edilmişdir. Salam. Zəhmət olmasa özünüzü təqdim edin bizə. Salam, əvvəla xoş gəlmisiniz. Mən şəhid Cavid Cabbarzadənin anası, Almazdır adım. Cavid uşaqlıqda necə bir uşaq idi, necə qalıb xatirənizdə? Cavid 1997-ci ildə Bakı şəhərində doğulub, Bülbülə qəsəbəsində. Uşaqlıqda biraz dəcəl idi.
Yəni oğlan uşaqlarının xarakterik bir xasiyyəti var idi, dəcəli idi. Biraz ağıllı idi həm də bütün bunlarla yanaşı həm də ağıllı idi. Həm də zəhmətkeş uşaq idi. Yəni uşaqlığında biraz çətinliyi də olmuşdu. Yəni ailə olaraq da, yəni belə deyim. Həm də zəhmətkeş uşaq idi. Uşaq yaşlarından işləyirdi, ailəyə köməklik edirdi. Bununla yanaşı dərslər, məktəbə də gedirdi, dərslərində oxuyurdu. Cavid haqqında o qədər də danışmaq olar ki, yəni bəzən adam bilmirsən hardan başlayasan, necə başlayasan. Cavidlə biz ana-bala həmişə elə bir dərdləşmişik bir yerdə, sözümüz, baxmayaraq ki, mənim qız övladım da var, amma həmişə onunla dərdimi bölmüşəm. Həmişə biz otururduq, hamı yatandan sonra otururduq kuxnada, ana-bala dərdləşirdik, bir-birimizə dərdimizi, söhbətimizi danışırdıq. Cavid, yəni o qədər, necə, bilmirəm onu necə ifadə edeyim ki, yəni o uşağın qarşısında heç bir maneə heç vaxt olmaz. Onu yox deyəcək bir şey eləmirdi. Yəni nə çətinlik qarşısına gəlirsə, hər şeydən rahatlıqla çıxa bilirdi. Yəni ona yaralanan xəbəri mənə gələndə də mən dedim ki, yox, Cavidə heç nə olmaz. Çünki o qədər möhkəm uşağı idi, o qədər hər çətinliyin altından çıxmışdı ki, yəni mən inanmırdım ki, o şəhid ola bilər. Hətta o vəziyyətdə mənə deyəndə də, biz onu 13 gün axtaranda da mən inanmırdım ki, o şəhid ola bilər. Yəni bilirdim ki, o çətinliyin arasından çıxacaq. Yəni deyirdilər ayağından yaralanıb, dedim ki, o elə belə şeydir Cavid üçün. Yəni hər tərəfli uşaq idi. Musiqi ilə də məşğul oldu. Yəqin o da tarını da gördünüz. Tar sinifini bitirib. İdmanla məşğul olurdu. Kamanla, oxatma ilə məşğul olurdu. Hətta orada diplomları, medalları, nailiyyətləri də var. Sonra məktəbi bitirdi. İdman institutuna sənədlərini hazırlamışdı. Nəsə alınmadı, əskər getdi. Hərbi xidməti dövründə də bəxtindən yenə də bir müharibə düşdü. O düzdür, qısa olsa da, yəni aprel döyüşləri 2016-cı ildə aprel döyüşlərində iştirak elədi. O həm də kəşfiyyatçı, snayperçi idi. Yəni oxatmada məşğul olduğuna görə yaxşı sərrast atıcı idi. Ona görə də o kəşfiyyatçı, snayperçi olaraq peşəsini öyrənmişdi hərbi xidməti dövründə. Aprel döyüşlərində iştirak elədi. Orada yüngül xəsarət də almışdı. Hətta o dövrdə Cavidə məzuniyyət vermişdilər, evə gəlmişdi. Sonra gecə ilə xəbər gəldi ki, geri qayıdın. Yoldaşıma dedi ki, sən bugün gəlmirsən, niyə geri qayıdırsan? Bəlkə öz başına gəlmirsən. Dedi, yox, ata, elə şey ola bilməz. Sonra da yoldaşım onu özü apardı. Orada gördü ki, artıq orada döyüş gedir, Füzulidə. Onun vətənə bağlılığı, hərbiyə marağı nə vaxtdan başlamışdı? Cavid ümumiyyətlə elə uşaqlıqdan elə vətənpərvər uşaq idi, qeyrətli uşaq idi. Yəni, o, bilmirəm, ailə tərbiyəsindən gəlir, bilmirəm, öz canından gəlir. Yəni, o özündən asılı idi. Yəni, mənim başqa övladlarım da var. Yəni, Cavid tam fərqli idi. Hər cəhətdən, yəni, həmişə ilk öncə heç vaxt özünü düşünməzdi. Hər zaman öncədəkini düşünərdi. Necə bu zaman, bu müharibədə öz anasını yox, vətəni seçdi. Yəni, vətən də bizim anamızdır, amma öz anasını yox, öz vətənini seçdi. Ona görə o xarakteri o idi. Yəni, adi o bir iş axtarırdı. Məsələn, əskərlikdən gələndən sonra işə getmək istəyirdi. Maraqlanırdı ki, işə qəbul olsun. Yəni, bir neçə yerə CV yazıb vermişdi. Ona müraciət olunanda, hətta onun dostları da bunu təsdiqləyə bilərlər. Müraciət oldu ki, gəlin də işə başlamağa. İnanırsınız, onun dostları da dedi ki, indi o dostları burada yoxdur, bəs bizə də işə ehtiyac var. Və o dostunu da aparırdı. Yəni, onun özünü yenə fikirləşmirdi. İlk onca dostunu, qarşındakı insanları fikirləşirdi. Və elə olurdu ki, gedirdi, dostunu işə götürdülər, bunu götürmürdü. Halbuki Cavidi çağırmışdılar. Yəni, deyirdim ki, ay Cavid, mən indi səmimi danışında, ana olaraq deyirdim ki, axı sənin daha çox ehtiyacın var. Deyirdi, ay mama, eybi yoxdur. O qoy düzəlsin, mən yenə düzəlirəm. Yəni, həmişə ilk öncə özün yox, qarşındakı insanı fikirləşirdi. Necə vətəninə görə canından qurban getdi. Yəni, o son videosunda da, yəni,
O videoya sentyabrın 28-i çəkilmişdi, 29-u o getdi, gecə çəkmişdi. Heç bizim o videodan ümumiyyətlə xəbərimiz yox idi ki, o belə bir video çəkib. Axırıncı videodur. Çağırıblar sabah inşallah. Gedirik. Allahın köməkliyi ilə alarıq torpaqlarımızı. Yəni qayıtsaq da, qayıtmasaq da, vətən sağ olsun. Biz onu axtarırdıq. Yəni yaralanma xəbəri gələndə tapa bilmədik onu. 12 gün, 13 gün biz onu axtardıq. Bakı rayonlar arası hər rayondan xəbər gəldi ki, Cavid burada hospitaldadır, Cavid burada xəstəxanadadır. Yəni tapa bilmirdik sözün açığı. Getdik Müdafiə Nazirliyinə müraciət eləyirdik. Hətta bizə dedilər ki, yox, o döyüşdədir. Təkrar əsgər yoldaşlarına əlaqə saxladıq. Dedilər ki, yox, o yara ilə mümkün deyil ki, o geri qayıtsın da. Yəni heç cür döyüşə girə bilməz. Biz sonra gəldik bura, Bakıda, Maşdağada, xəstəxanada dedilər ki, buradadır. Eyni gündə 2 dəfə ora müraciət elədik. Getdik, dedilər kontuziyalı özündə deyil, amma Caviddir. Çünki biz Cavidə axtarışa vermişdik. Sosial şəbəkələrdə, yəni belə tapa bilmədiyimizə görə. Ona əsasən dedilər ki, Caviddir, amma fikri özündə deyil də, yəni kontuziyalı. Yəni 2 dəfə getdik, tapa bilmədik Cavidə. Cavid deyildi, sadəcə oxşatmışdılar. Yəni vətənə bağlılığı da, yəni canını vətən yolunda qurban verməyi də, hamısı onun xarakterindən irəli gəlirdi ki, yəni o son videosunda da yəni sözümü ora gətirəm ki, dedi ki, qayıtsaq da, qayıtmasaq da vətən sağ olsun. Yəni o bilirdi ki, qayıtmayacaq. Mən hər dəfə o videoya baxanda onun gözündəki kədəri görürəm. Yəni hətta onda çox kövrəlirəm də, yəni dedim ki, sən hiss eləmirsən ki, sən qayıtmayacaqsan. Sən o videonu ona görə çəkmişdi. Yəni o gözündəki kədər mən unuda bilmirəm. Hətta onun, yenə o şəhid olandan sonra biz onun bir səs yazmasında tapdıq. Bizə atmışdılar, kimsə bilmədim, Instagramda şəhid məktubu var idi, Instagramda o vaxt. Bilmirəm neçənci ildir. Orada Cavid fikrini bildirir ki, yəni yazıqdır şəhid anaları, yəni neçə il uşaq böyüdüblər, başa gətiriblər və vətən yolunda qurban verirlər. Düzdür, o nə qədər vətən yolunda qurban verilsə də, canlarına fəda eləsələr də, ancaq bir ana üçün, bir valideyn üçün çox ağırdır övlad itkisi. Düzdür, qürurumuzdur, fəxrimizdir. Yəni 30 il ərzində işğalda olan torpaqlarımızı geri aldılar bizim şəhidlərimiz. Yəni biz şəhidlərimizin, prezidentimiz İlham Əliyev də hətta bunu təsdiqləyir ki, nə qədər bizim silahlarımız da olsa, güclü ordumuz da olsa, bütün bunların hamısının səbəbkarı əskərlərdir, şəhidlərdir. Yəni onların qanı hesabına bu torpaq alındı. Çox çətindir. Bir ana üçün, bir valideyn üçün çox çətindir. İnanın, bəzən deyirlər ki, zaman keçdikcə unudulacaq, yaralar qaysaq bağlayacaq. Amma inanın, heç də belə deyil. Yəni, zaman keçdikcə onun yoxluğunu daha çox hiss edirsən. Həsrətini daha çox çəkirsən. Hətta mənim balaca oğlum, o Cavid şəhid olanda 12 yaşı var idi. Böyüdükcə səsi dəyişir. Elə biləm ki, hərdən danışanda elə biləm ki, Cavid danışır. Yəni səsi də ona bənzəyir. Bəzən bir yana gedirəm, taksidə, hansısa bir məclisə gedəndə arxadan baxıram, deyirəm, bu Cavid oxşuyur. Onun əli Cavid oxşuyur. Yəni hardasa, yəni yaşayırsansa, kimisə görürsənsə, hardasa oxşadırsan, nəysə bir xatırlatma gəlir insanın beyninə ki, bunun əli Cavid oxşuyur, bunun boyu Cavid oxşuyur. Yəni, bir ana üçün çox çətindir, bir valideyn üçün çox çətindir. Yəni, bala itkisi nə qədər qürurlu olsa da, nə qədər fəxirli olsa da, çox çətindir. Yəni, yeganə təsəllimiz odur ki, onların yeri cənnətdədir. Yəni, bizim bütün, mən əminəm buna ki, bütün anaların, bütün şəhid valideynlərinin təsəllisi odur. Odur ki, onların yeri gözəldir, onlar cənnətdədirlər, ən uca məqamdadılar. Yəni, dünya malı ilə alına bilməyəcək
bir yerdir ora. Yəni dünyanın malını töksən də o yer ala bilməzsən sən. Ancaq onu şəhidlər aldılar və bunlarla yanaşı, yəni özlərinin öz yerləri ilə, öz mükafatları ilə yanaşı onları valideynlərə də hədiyyə etdilər. Yəni valideynləri də cənnətlə müjdələndi onların sayəsində. Həm torpaq aldılar, həm alnımızdakı ləkəni təmizlədilər, canlarından keçdilər. Allah da onları cənnətlə müjdələdi və bunlarla yanaşı valideynlərə də o müjdədən verdi və belə bir hədisdə də deyirlər ki, şəhidlər 70 nəfərə şəfaətçi olacaqlar. Yəni şəhidlər haqqında danışmaq çox böyük bir mövzudur. Yəni bunu bəlkə günlərlə danışmaq olar ki, onların o məqamların, o uca zirvələrin. Bu yaxınlarda mən bir qulaq astım kimsə çıxışına, yadımda deyil. Deyir ki, Allah Taala şəhidin canını alanda onlar, yəni insanın bədənindən ruhun çıxmaq çox ağır bir prosesdir. Yəni onlar təkrar o anı yaşamaq istəyirlər. Yəni o qədər o zövqlü bir andır ki, o zövqlü bir vəziyyətdir ki, yəni biz ona görə biz ağlayırıq, kövrəlirik, pis oluruq, amma onlar o anı yəni təkrar yaşamaq istəyirlər. Təkrar yəni bu dünyaya yox, məhz cənnəti seçirlər. Ona görə o bizə, o şəhid ailələrinə o təskinliyi, yeganə təskinliyi odur. Yoxsa ki, çox çətindir. İnanırsınız, evdə hər şey, yəni xatırladır da, hər şey, bir pişirdiyin xörək, necə Cavid hansı xörəyi xoşlayırdı. Yəni hər şeydə elə bir şey yoxdur ki, onu xatırlanması. Yəni ona görə gün-gündən daha da çətinləşir. Valideyn üçün daha da ağırlaşır. Allah şəhid ailələrinə səbir dözüm versin ki, bu ağrını, bu acını yaşaya bilsinlər, dözə bilsinlər və qürurla da, şərəflə də balaların adı yaşatsınlar, özləri də yaşasınlar. Cavidin həyat yolu ilə bugün gənclərə hansı mesaj vermək istərdiniz? Həmən gənclərdən biri də mənim evimdə böyüyü, yəni Cavidin qardaşıdır. Yəni mən hər dəfə ona deyirəm ki, Cavid, bax, qardaşım elə idi, Cavid bu cür idi, sən elə olma yenə. Birincisi, sən şəhid qardaşsan, yəni qardaşın adına layiq bir şəkildə yaşamalısan. İkincisi də ki, Cavid, yəni necə deyim, qeyrətli bir oğlan idi, kişi kimi, mərd oğlan idi. Hətta biz ana-bala yol gedəndə hər zaman bir insan keçəndə, bir maşın keçəndə keçirdi mənim bu bölüm, ana sən biraz bu tərəfə get. Yəni hər şeyə diqqət eləyirdi ki, yəni anasının qeyrətini qorusun, nə bilim, vətənin qeyrətini qorusun, yəni o cəhətdən. Bəzən baxıram gənclərə, deyirəm ki, ay, heyf ki, yəni çox təəssüf ki, elə gənclər də var, çox təəssüf eləyək, kəş ki olmazdı. Amma deyirəm, mənim oğlum belə deyildi, mənim oğlum başqa cür, tam bir başqa uşaq idi, yəni. Heç vaxt insanı pis vəziyyətdə qoymazdı, heç vaxt insanı darda qoymazdı. Yəni, nəyi gücü çatırdısa, yəni əlində nə var isə onu həmişə insana yardımı toxunardı. Hətta o şəhid olandan sonra mən ana olaraq onları bilmirdim. Nə qədər bizə qonşular gəlmişdi ki, Cavid bizə bunu elədi, Cavid mənim yükümü daşıdı, apardı, Cavid bunu elədi. Yəni, o qədər saysız hesabsız xatirələr var, danışırlar ki, hərdən deyirəm ki, sən sağ ol oğlum, üzün ağ olsun. Üzün ağ olsun ki, bizim də yüzümüz ağ elədir. Yəni, bəzən deyirləri oğlumdan fəxr eləyirəm. Yəni, inanın, bu boğazdan yuxarı sözlər deyil, tam qəlbdən gələn bir sözlərdir. Ona görə ki, həqiqətən də, yəni biz övladımızdan danışanda, məsələn, bugün siz bura gəlmişsiniz, niyə görə gəlmişsiniz? Cavidə görə gəlmişsiniz də. Yəni, Cavid, üzr istəyirəm, hər hansı bir sıradan bir insan olsaydı, təbii ki, bizim evimizə gəlməyəcəydiniz. Yəni, o qürur duymaq, o fəxr eləmək buradan irəli gəlir. Bəzən bizim Cavid şəhid olanda o qədər insanlar gəldi bizə ki, yəni, nə qədər analar gəldi ki, kaş mənim də oğlum şəhid olardı, çox təəssüf oğlum narkomaniyanın qurbanıdır. Kaş ki o da şəhid olardı. Bilərdim ki, mənim də oğlum getdi, canından keçdi. Yəni, hətta Cavidin bir neçə sinif yoldaşı rəhmətə getmişdi. Məktəbdə oxuyanda, məktəb bitirəndən sonra
4 sinif yoldaşı rəhmətə getdi. İnanın, o qədər o zaman içimdə təhlükə var idi. Bilmirəm, nədənsə qorxu gəlmişdi içimə ki, Cavidə də nəsə olacaq. Hamısı da çox qəşəng uşaqlar idi, seçmə uşaqları idi. Biri özün intihar elədi, neçəsi maşın vurdu, biri qəza törətdi. Həmişə o qorxunu yaşamışdım. Sonra əskəriyə getdi, gəldi. Yenə həmən qorxu yadıma düşdü. Sonra o təhlükə keçdi, sonra sakitləşdim. Və həmən valideynlər bizə gələndə dedilər, kaş ki, bizim də oğlumuz şəhid kimi ölərdi. Yəni, sıradan ölərdi deməzdim, şəhid kimi gedərdi bu dünyadan. Çünki şəhidlər ölmürlər. Yəni, bugün deyir, sizin evinizdə nə qədər insanlar gəlir, gedir. Hətta 5 ildir də, artıq 5 il tamam olacaq bu il. Yenə də insanlar, bax, siz bugün gəlmişsiniz bizə çəkilişə, baxmayaraq ki, 5 il keçib. Yəni, hər bir yana gedəndə, bir eşidəndə şəhid anasından ehtiramını bildirir, hörmətini bildirir. Yəni, bütün bunlar nəyə görədir ki? Cavidə görədir, yəni şəhidlərimizə görədir. Yəni, gənclərə də deyərdim ki, mən demirəm, hamısı getsinlər şəhid olsun, əsla. Hamısı, yəni vətənə, millətə layiqli insanlar olsunlar, layiqli yaşasınlar, qeyrətli olsunlar. Yəni, bu vətən üçün nəsə eləsinlər. O vətən nə deməkdir? Vətən yəni ana deməkdir, ailə deməkdir, bacı deməkdir, qardaş deməkdir. Tək vətən, o torpaqlar nəzərdə tutulmur ki, vətən ümumi bir fikirdir, ümumi bir yəni mənadır ki, burada hər şey var, hər şey yerləşir bu vətənin içində. Namus da yerləşir, qeyrət də yerləşir, ana da, ata da, hər şey yerləşir. Yəni, bu gənclərimiz də qeyrətli olsunlar. Mən məktəblərdə dəvət edirlər tədbirlər. Hər zaman onu deyirəm ki, hansı peşəni seçirsinizsə seçin, ancaq ki, çalışın ki, o peşəni layiqincə davam elətdirəsiniz. Və seçdiyiniz peşələrdə də yəni, çalışın ki, heç olmasa hər bir şəhidin adını yaşada biləsiniz. Niyə? Çünki bugünkü bu gənclərimiz azad, rahat yaşayırlar. Siz özünüz də gəncsiniz. Yəni, bütün bunlar nəyin hesabınadır ki, vətənimizin azad olduğuna görədir, azad suveren respublika olduğumuza görədir. Yəni, bunların da səbəbkarlarından biri də məhz şəhidlərimizdir. Düzdür, prezidentimizin dəmir yumruğu oldu və bütün, nəinki şəhidlərimiz, bütün Azərbaycan onda birləşdi. Bir yumruğa, yəni bir nöqtəyə vurdular hamı. Yəni, siz özünüz də yəqin ki, şahidisiniz o illərin. Çünki mən bizə oktyabr 24-cü Cavid yaralanma xəbəri gəldi. Bizə ki, həmən çıxdıq rayona, Füzuliyə getdik. İnanın, o zaman burada internet yox idi, heç bir məlumat almırdıq da, yəni informasiya azlığı var idi. Heç kim, heç nə məlumat, televizordan nə məlumat verirdi, biz onu ancaq bilirdik. Mən Füzuliyə addım atanda orada gördüm ki, əsli müharibə nə deməkmiş. Sən demə, əsli müharibə orada gedirmiş. Bizim heç bir şeydən, Bakıda oturmuşduq, heç nədən xəbərimiz yox idi. Orada saysız hesabsız təcili yardım maşınlarının hesabı sayı yox idi. Necə sürətlə gedirdilər, hamısında palçıqlamışdılar ki, yəni ermənilər onları vurmasınlar, görməsinlər deyə. Yəni orada insanların əskər maşınlarına necə yardım elədiklərin, necə nələrsə verdikləri, mən onlar hamısı özü gözümlə şahid olun. Baxmayaraq ki, biz də burada nəsə eləyirdik. Biz analar da, valideynlər də, hamı yığışırdı ki, hamı cəbhə üçün nəsə eləyirdi ki, tək onlar yaxşı olsunlar. Amma orada daha çox, necə deyim, gözümlə şahid oldum. Nə qədər, çünki mən oğlumu axtardım, hər yaralı gəlini qaçırdım qabağına ki, bəlkə Caviddir. Yəni, orada onları daha çox yaşadım. Yəni, hətta biz Füzulidə idik, Bayraq meydanında. Bizi oradan o yana buraxmırdılar ki, son yer oraydı. Mülki vətəndaşlar o tərəfə buraxılmırdı. Orada ondan əskərlər də gəlmişdi. Soruşdum ki, hardan gəlirsiniz? Dedilər ki, Batlıdan gəlirik. Su aparmağa gəlmişdilər. Yəni, orada elə bir at, nəsə bir atdılar, bilmirəm, minamyot idi, nə idisə. İnanın, maşın silkələndi. Mən orada yoldaşıma dedim ki, biz oturmuşuq, heç dünyadan xəbərimiz yoxdur. Biz buradayıq, döyüş də Qubadlıda gedir. Hardasa bir Füzulidən 300-400 kilometr məsafə var da. O əskərlər, orada Cavid könüllü getmişdi, 23 yaşı var idi. Amma orada 18 yaşında körpə əskərlərimiz də var idi, 3 ayın, 5 ayın əskərləri də var idi. Bir də görün, o hadisə sənin yanında atılsın, sən onu necə yaşamaq çox ağır bir şeydir, çox çətin bir şeydir. Yəni, mənim 43-44 yaşım var idi o zaman. Amma onlar 18 yaşında uşaqdılar, yanlarında bir minamyot atılsın və yanındakı bir dəqiqə bundan qabaq danışdığı əskər yoldaşının, necə deyim,
görmək, şəhid olduğunu görmək, yaralandığını görmək, qolunu itirməyin ümumiyyətlə də çox ağır bir səhnədir orada. Hətta mən qınamırdım da ki, Cavid yaralananda eyni səngərə onları yığıb vurmuşdular da. Orada mən uşaqları da qınamırdım ki, çünki orada hər kəs öz canı hayındadır. Yəni o elə bir ağır vəziyyətdir ki, toz, duman, insan hamısı özü beyin gedir, hər şey unudulur. Yəni onlar öz canlarının hayındaydılar. Təbii ki, yenə sağ olsunlar ki, Cavidimi də oradan çıxartdılar, gətirdilər. Uşaqlar deyir ki, indi onun əsgər yoldaşları daha yaxşı danışacaq o hadisələri. Yəni çox çətin idi o anlar, o hadisələri danışmaq, yaşamaq. Bu şeyi görəndən sonra mən o şəhid məktubunu konkret necə deyim, ağladım, dəhşət hönkür ağladım. Nə bilim, yazıqdır Allah haqqı, bu şəhid anaları hamısı yazdı. Biz fəxr edirik şəhiddə, amma o anaya ki şəhid deyirsən ha, o 20 il, 18 il böyütdüyü uşağın verəməz. Nə bilim, çox pis şeydir buranın. Ona görə hərdən bəzən deyirlər ki, yox, danışmayaq, gənclər bundan təsirlənir. Amma əslində danışmaq lazımdır ki, qoy o hissləri yaşasınlar ki, bu şəhidlər elə belə gedib canlarından keçməyiblər. Onlar sizin azadlığınız, siz rahat yaşayasınız deyə canlarından, qanlarından elə belə keçməyiblər. O torpaqlara ayaq basanda mən olmuşam 2021-də Şuşada oldum. İlk gedənlərdən biri də mən idim, ilk şəhid analarından. Orada bütün analar göz yaşı tökülür. Çünki hər yanda indi biraz təmir olunub, çox gözəlləşib. O zaman çox ağır idi. Hər yanda minalar, hər yanda şəhidin izi. Fikirləşirdi ki, bəlkə mənim oğlum burada canımdan keçib, bəlkə mənim oğlum canını burada verib. Yəni çox çətindir. Hər zaman mənim beynimdə bir fikir qalıb. Deyirəm, görəsən son anında Cavid nə dedi? Adamı mı istədi, kimi istədi, yəni o son an çox ağırdı, yəni gözümün qabağına heç vaxt getmir. Hətta Cavid xəbəri noyabrın 5-i gəldi, oktyabrın 24-ü yaralansa da 5-i gəldi ki, Cavid, yəni təsdiqlərim, evdə hamı bilir, təsəvvür eləyin, hamı bilir, amma mən bilmirəm. Yoldaşım da deyib ki, anasına deməyin. Hər dəfə mən indi də yoldaşıma dedim ki, mən səni ona görə bağışlamayacağam. Çünki mən özümü getib oğlumu görmək istəyirdim. Aparmadılar, mənə deməyiblər. Orada qohumumuz gedib onu görüb, təsdiqləyib. Yəni bu Cavid, amma mən özüm onu görmək istəyirdim, öpmək istəyirdim, qoxlamaq istəyirdim. Yəni mən onu, o an mənim heç zaman yadımdan çıxmır. Yəni onları fikirləşmə çox dəli oluram, çox pis oluram ki, yəni kaş gözümü son dəfə onu görərdim. Son dəfə onu mən vankomatda gördüm, öpdüm, uzaqladım. Hətta hərbi forma giymişdi. Saçını qırxmışdılar. Dedim, ay Cavid, boyun nə boyda olub, maşallah. Onsuz da böyük uşaq idi, belə bədənli, boylu, buxunlu uşaq idi. Hərbi formada sanki lap belə bir böyümüşdü Cavid. Lap gözümdə bir böyük, çox böyük bir uşaq kimi görsənirdi. Orada onu son dəfə qucaqladım, öpdüm. Yəni, mən onu istəyərdim ki, gedib onu özüm kaş ki görərdim, onu son dəfə özüm görərdim. O mənim heç zaman yadımdan çıxmayacaq, yəni hər zaman mənə çox pis təsir eləyir onu fikirləşmək ki, mən niyə onu eləmədim, yoldaşıma da hər dəfə deyirəm, mən istədim ki, sən, yəni pis olmayasan da sənə görə deyir, onları elədim, yoldaşım da elə deyir. Nə bilim, Allah şəhid ailələrinə səbir dözüm versin ki, yəni bu qürurlu, bu şərəfli hissi, bu acını, belə deyərdim, qürurlu və şərəfli acını yaşaya bilsinlər, dözə bilsinlər ki, yaşatsınlar. Mən deyirəm ki, yəqin ki, bugün mən varam, düzdür, sizin kimi gənclər, məktəblər, yəni dövlətimiz unutmurlar şəhidlərimizi. Hər zaman gəlirlər, yad eləyirlər. Cavid 2-ci fəxri xiyana dəfn olub. Yəni, hər anım günlərində çox insanlar olur. Hər yandan gəlirlər, maşın, uşaqlar, məktəblər, hər yandan. Yəni, ona görə deyirəm, sağ olsunlar, unutmurlar şəhidlər. Amma mən hərdən özümdə fikirləşim ki, bəlkə mən ölsəm, ölüb gedəndən sonra unudacaqlar. Hamısına da bir-bir
deyirəm ki, hamınıza vəsiyyət eləmişəm. Haqqımı halal eləmərəm ki, mən öləndən sonra Cavidimi unutdursaz, nəsə bir çəkiliş olsa yox deməyin, kimsə gəlsə yox deməyin. Hər zaman qapımızı açıq olun ki, qoy o yaşasın. Yəni bugün şəhid analarının bəlkə də inanın, mən bunu səmimi olaraq deyirəm ki, yaşamağının bəlkə də birinci səbəbi odur ki, balalarını yaşatsınlar. Bilirsiniz niyə? Çünki o anaların hamısının içində qorxu var ki, biz ölsək balalarımız unudulacaq. Yəni analar həmişə ona görə sanki yaşayırlar ki, qoy bizim balalarımızı yaşadaq, qoy onlar unudulmasın, qoy onlar yaşasınlar. Sizə də təşəkkür edirəm ki, çox sağ olun. Əziyyət çəkmişsiniz, gəlmişsiniz, vaxtınızı, zamanınızı sərf eləmişsiniz. Allah sizdən razı olsun. Və siz də yaşadın. Və yaşadırsınız ki, bilirəm ki, buradasınız. Yəni, bu neçə illər keçsə də, 30 il, 40 il, 50 il keçsə də yenə o şəhidlərimizi yaşatmaq lazımdır. Yəni, onlar o canlarından keçdilər, bütün arzularından keçdilər. Hamısı 23 yaşında Cavid şəhid olub, onun da arzusu var idi. Mənim də arzum var idi. Atası hər dəfə deyirdi ki, onu gəlinin faytonla gətirəcəm. Arzusu o idi ki, Cavid evlənəndə gəlin maşını yox, faytonla gətirəcəm. Bütün Bakını fırladacam, sonra gətirəcəm. Yəni, inanın, o arzuları fikirləşəndə çox pis oluruq, çox dəli oluruq ki, niyə? Bizim arzularımız ürəyimizdə qaldı. Yəni, bizim arzularımız ürəyimizdə qalsa da, yəni biz buna razıyıq, dözürük, yaşayırıq. Siz gənclərin arzuları ürəklərində qalmasın. Siz gənclər yaxşı yaşayın, hər bir sahədə, harada olursunuzsa olun. Azərbaycanımızın adını yaşadın və şəhidlərimizi yaşadın. Sağ olun, özünüz bizə zəhmət olmazsa təqdim edin. Əvvəla sana xoş gəlmişsiniz. Mən Cabbarov Qorxmaz, şəhid Cavid Cabbarzadənin atasıyam. Cavidin könüllü şəkildə müharibəyə getməsi sizə necə təsir elədi? Bugünkü Azərbaycan vətəndaşı olaraq oğlunun döyüşə getməyindən heç bir narazı olmamışam ki, o da bir Azərbaycan vətəndaşı olaraq torpağını qorumağa gedib. Ona fəxr eləmişəm ki, mənim oğlum bu torpağı qorumağında onda bir əməyi var. Sadəcə oğlum artıq şəhiddir. Cavidin xatirələri hər zaman önümdədir. Çünki hər gün, hər saat bir yerdə olmuşum. Mən ona ata kimi fəxr eləmişəm. Xatirələr olub ki, Cavid həmişə anası ilə, belə deyək, qardaşı ilə, bacısı ilə həmişə ana ilə əsasda dost olub. Ana onun artıqdan başqa bütün sillərin anası ilə bölərdi.
Ben biraz onu paxıllıq edirdim. Bir ata kimi. Amma Caviddən fəxr edirdim ki, indi də böyük şeydə fəxr edirəm ki, o mənim oğlumdur. Artıq Cavidin 5 ili o tamam olan az vaxt qalıb. Cavidlə xatirələrim də yəni yol yoldaşı olmuşuq. Həm bir yerdə çalışmışıq. Mənim üçün biraz ağırdır. Cavid evlatlarından həmişə seçilib. İşgüzarlığı mənim. Bir əlini hansısa bir işə əl atmışamsa qoymayıb ki, yəni uşaq vaxtlarından ki, mən sən əl deyəməm, mənim idi. Sağ olun, zəhmət olmasa özünüzü bizə təqdim edin. Salam, hər vaxtınız bir daha. Mənim adım Xaliddir, şəhid Cavid Cabbarzadənin qardaşım. Cavidin şəhid olması sizə necə bir təsir göstərdi, necə təsir etdi? Qardaşım mənim üçün tam başqa bir olub. Mən qardaşımla qardaşlıqdan da əlavə həm dost kimi olmuşam. Bir-birimizə çox dəstəklər olmuşuq. Çox günlərimiz bir yerdə keçir. Yəni düzdür, qardaş adısı çox böyük bir dərddir. Yəni bunu belə sizə təsvir edeyim. Eyni stolda oturub çörək yediyimiz adam, eyni otaqda, eyni üzbəüz kravatlarda yatdığımız adam birin gözünüz açısı ki, yoxdur. Onun kravatı boşdur, sənin sol yanın boşdur, ürəyimiz boşdur. Mən, məsələn, qardaşım çox vaxtı gecələr işləyirdi. Gündüz işləmək çox elə xoşlanmırdı, gecəsi minlərdən xoşlayırdı. Məsələn, mən dərsdən gəlirdim, orta məktəb oxudum vaxtı. Dərsdən gəldim, görməmişəm, qardaşım gəlməyib. Dedim, mən gələcək. Gözləyirdim, gecəni gözləyirdim, gəlirdi. Mənə zəng edirdi ki, mən adım Xaliddir, hamı mənə Xallı deyir. El arasında hamı mənə Xallı deyir. Deyir, Xallı, mən gəlirəm, deyir, yeməyi nə var? Mən həmişə o saldı. Deyir, mən nəsə var da gəl. Yəni, yemək hazır edirdim, nəsə eləyirdim, gəlirdi. Gəlirdi və çörəyə dadını yeyirdi. Yəni, bəlkə mamın qulunu deyib, Cavid özünü tanıtmağı çox sevərdi, fenomeni xoşlayırdı. Instagramda takipçiləri var idi, TikTokda takipçiləri var idi. Hər gecə canlı açırdı. Oradakılarla söhbət eləyirdik, deyirdik, gülürdük. Yəni, tam başqa bir şey olmuşduq biz onunla. Gecə səhərə kimi oturduq, söhbət eləyirdik. Hər bir şey eləyirdim mənimlə. Mənim qardaşımla aramda 10 yaş fərq var. 97 təvəllüd oldu, mən deyir, 2007 təvəllüdür. 10 yaş olmamıza baxmayaraq, elə bildi mənim qardaşım aramda 2 yaş, 3 yaş fərq var. O qədər bir-birimizə səmimi idi. Yəni, çox qardaşlarla münasibətləri görürəm. Qardaşından 3 yaş, 4 yaş böyüdür. Qardaşına elə davranır, usta qışqırır eləyir. Amma yox, heç vaxt mənim qardaşım mənim üstünə bizə dəfə də olsun qışqırmayıb. Həmişə mənim nəsə problemim olsa, nəsə lazım olsa, mənə deyir ki, xalım, nə olur, nəsə problemim olsa, denə. Elə olmuşuq. Amma qardaşımı itirdiyimiz gün, yəni axtarışda olduğum 13 gün qardaşımı axtardılar. Şəhid olduq xəbərini mən eşitdiyim gün inanmadım. Bəlkə bir, nə yalan deyim, 2023-ə qədər mən inanmamışım, mən qardaşım şəhid oldu. Mən deyirəm, mən gələcək. Çünki elə bir insan idi, elə bir cüssəli insan idi ki, elə bir psixologiyası var idi. Mən deyirəm, yox, Cavid rəhmətə gedə bilməz, ölə bilməz. Onun ağlının ucundan belə keçirmədi. Onu deyim, qardaşım ölüm xəbəri gəldi, çatdı bizə. Onda səhər saat 8 falan idi. Papa gedirdi, dükana çörək almağa. Mən də gedib küçə qapısını açırdım, küçə qapısını açdım. Gördüm, məhəllədə adam çoxdur. Biri var çoxluq, biri var dəhşətli çoxluq. Bizim məhəllənin girişdən düz axıra kimi insan doluydu. Dedim, yəqin kimsə rəhmətə gedib. Yaxınlaşdım, bir oğlan var idi. Dedim, kimdir rəhmətə gedən ya da kimin şad günüdür? Dedi ki, bəs Cavid rəhmətə gedib. Dondum, nətən ya Cavid rəhmətə gedib. Cavid rəhmətə gedəməz o. Mən belə bilmirəm, qardaş olaraq. Sonradan bilirsiniz. Deyir, yox, bizi deyiblər. Dedim, elə şey yoxdur, yəni. Çıxın gedən cəmaatı, hər şeyə salmayın. Elə biraz dalaşdım orada əsəbimi. Mən özümün əsəb problemlərim var.
Yəni qardaşımdan sonra əsəb problemlər oldu. Özümə qapanıq bir uşaq oldum. Mən qardaşım rəhmətə getdim. 3 ay 4 ay otağımdan çölə çıxmadım. Yəni hər gün ağlayırdım. Çox içimə qapanmışdım. Psixoloq yanına getdim. 3 il boyunca psixoloq yanlarına getdim. Sonra məsələn mən kollecə qəbul oldum. Ondan sonra tədbirlərdə iştirak etdim. Ondan sonra mən belə açılış dinliyordum. Və mən bu gün belə deyə də kamera qarşısında heç vaxt oturub əyləşəməzdim. Çünki qardaş açısından deyərdim ki, yox, mən heç vaxt onu eləyə bilmərəm də, özümə şeyli götürə bilmərəm. Danışaram, gözlərim dolar, ağlayaram, heç danışa bilmərəm. Hər boğazımda qalar, danışa bilmərəm. Amma insan vaxt getdikcə, insan daha da beyni açılışdıqca ona görə dərk edir ki, əvvəl nəsən dərk eləyə bilmirdim. Mən özümü deyirəm şəxsən ki, düzdür, mən qardaşımı hər zaman fəxr eləmişəm, amma uşaqlıq düşüncələrindən eləyə bilmirdim. Yəni, dedim, yox, eləyə bilmərəm, ayıbdır, eləyə bilmərəm. Onsuz indidən mən həqiqətən qardaşımla hər yerdə fəxr eləyirəm, qoymaram bir dəfə haqqı tapdalana. Kimsə deyər ki, şəhidlərimiz unudulur, xeyr, unudulmur. Əbədi həmişə bizim qəlbimizdədir. Bunu bütün Azərbaycan xalqı bilsin ki, şəhidlərimiz heç vaxt unudulmur. Ona görə də qoymaram heç vaxt qardaşım kimsə unutsun, kimsə nəsə onun haqqında bilməyib, yalan məlumat versin. Məsəl üçün, bu gün də belə deyək, bəzi xəbər saytlarımız var ki, Cavid haqqında səhv məlumatlar verirlər. Məsələn, Cavid müəmmalı, balaca şeylərdir, amma düzdür yenə də. Cavid, məsələn, kəşfiyyatçı baş snayper olub, kamandan ox atmaya gedib. Çox yerlərdə onları istifadə eləmirlər. Yəni, yanlış vurğulayırlar. Məsələn, Cavidin şəhid olduğu Füzuli Xocavənd arasıdır. Bəzi yerləri Füzuli deyir, bəzi yerləri Xocavənd deyir. Onları müəmmalı yerlər olur. Yəni, biz istəyirik ki, biz şəhid ailəsi, mən bir şəhid qardaşım, ən böyük istəyim ola bilər ki, bütün Azərbaycan xalqından mənim qardaşımı unutmasınlar. Şəhid nəvənizlə bağlı yaddaşınızda qalan ən xoş xatirə hansı olub? Yaxşı uşağıdır, mehriban, hər şeyin yerin bilən uşağıdır, yaxşı olanıdır. Nə bilim, sonra da belə oldu da. Getdi, axırıncı dəfə də bizlə telefonla danışdı 23-də hamımızla. Nə enirsiniz, nə tərsi. Oralar bizim öz yurdumuzdur da oralar. Orada döyüşmüşdü. Dedi ki, nənə, ən gözəl yer yurtda buralar. Dedim, hə, nənə qurban sana, sən sağ-salamat gəl. Ondan sonra gedib gəzib gələrik. Salam. Zəhmət olmasa özünüzü təqdim edə bilərsiniz. Mən Kamran Eydarov, Cavidin sinif yoldaşıyam. Cavid məktəbdə çox pozitiv uşaq olub. Yəni biz ona sinif yoldaşı yox, qardaş olmuşuq, dostluq eləmişik. O müharibəyə getməmişdən qabaq onun ayağı gipsdə idi. Yəni hər gün bir yerdə idi, otururduq biz də, onlar da. Sinif yoldaşımızın ad günü idi. Yəni aksaya gəzirdi də. Biz sinif yoldaşımızla baba adında, bir də mən ona and Allah'a qucağımıza alıb maşına mindirib, yəni gedmişik sinif yoldaşım ilə. Cavid dost kimi necə bir dost idi? Qızıl uşaq idi. Yaxşı, pis günlərimiz bərabər keçdi demək olar. Həmişə, məsələn, mən bekar qalanda, iş tapıyanda, bir də özü iş tapırdı. Deyir, neyinsən, evdə bekar durmuşsan, gəlin gedək. Çox yaxşı. Yəni, qardaşdan da ötə uşaq idi. Yəni, heç vaxtı, yəni, dostun, qardaşın heç vaxtlarda qoymayan insan idi. Yəni, o haqqında çox söz demək olar əslində. Həmişə TikTok çəkirdi bərabər. Gədik TikTok çəkək, məşhur ola. İndi öz anası demişik, indi onu bütün Azərbaycan tanıyır. İndi o Azərbaycanımız fəxridir, nəinki bizim. Allah Cavid və onun timsalında olan bütün şəhidlərimizə rəhmət eləsin. Axırın səbəb biz Mərdəkana getmişdik, iş baxmağa getmişdik onda. Onda işitdik ki, bəs şeydir, müharibədir də. Onda deyik ki, gəl könüllü keçək ikimizə. Deyim keçək. Burada deyirlər, hər şəhidlik deyir, hər adam qismət olmur da. Onu çağırdılar, məni çağırmadılar. Bir də mənə zəh vurdu ki, bir iki gün sonra zəh vurdu ki, mən gedirəm, haqqımı alırlar. Ondan sonra danışmamışıq.
bir müddət sonra yaxınlarına eşitdim ki, şəhid xəbəri gəlir. Səhərə kimi yatmamışdım belə, səhərə kimi ağlayırdım belə, çox peşman. Həqiqətən itiriləsi uşaq deyildi, çox qızıl insan idi. Sağ olun, zəhmət olmasa biz özünüzü təqdim edirsiniz. Salam, mən Bədolov Səbuhi Mehmanoğlu. Cavidin şəhid olduğu gün və ya son anları ilə bağlı nə yadınızda qalıb? Cavidin şəhid olduqdan əvvəl və yaxud da şəhid olmuşdan sonra kimi çox şey xatirələr yadımda qalıbdır. Cavid, Allah cəmi şəhidlərimizə rəhmət eləsin. İçində Cavid qardaşımız olmaqla. Mən Cavidi əslində əvvəldən tanımırdım, oradan tanıdım. Döyüş vaxtından. Cavidi tanıdığım gündən bəri o qədər özünü sevdirdi ki, insanlara qarşı nümunə oldu bizim üçün. Qardaşlıq nümunəsi oldu, bir qardaş, elə bir qardaşımızı da orada tapdıq. Cavazadə Cavid şəhid olmamışdan əvvəl qardaşımız çox maraqlı, çətin anlarımız da olubdu. Elə çətin anlarımızda bu insan bizə ruh yüksəkliyi verirdi, həqiqətən. Olurdu, ərzaq çatışmamazlığı olanda bir anda misal özün yetirərdi, ya su bir görərdin, çıxardı verərdi və yaxud da ki, bir parça çörəyi olsun belə heç vaxt tək yeməzdi o insan. O gətirərdi bizlə bölüşərdi, verərdi bizlə ki, yəni tək öz boğazından keçməzdi. Hətta elə olub ki, dəfələrlə özü yeməyib, başqa bir döyüş yoldaşlarına, bizlə bir yerdə olan əsgərlər hamısına verib ki, özü yeməsə də qarşısındakı yesin, yəni. O dərəcədə böyük ürəyə sahib olan bir qardaşımızı itirdi. Çox maraqlı anlarımız keçib. Həqiqətən çətin anda tapdığın qardaşlıq, çətin anda tapılan yoldaşlıq, yəni heç bir vaxtda tapa bilmərsən o cür qardaşlığı. Cavarzədə Cavidlə eyni yerdə yaralandıq və həmin anda o şəhid oldu. Allah şəhidlərimizin hamısına rəhmət eləsin. Bütün şəhid valideynlərin qarşısında baş əyirəm, hamısının əllərindən öpürəm. Gülməli məsələlər də olurdu orada, maraqlı nüanslarımız olurdu. Misal üçün, alınmış torpaqlarda qalmış heyvanlar olurdu. Onu vurub, misal üçün, dağa qalxmışdı o insan bizim üçün. Tək başına bir dənə böyük bir dana deyim, onu vurub çiyninə bizim üçün qaldırmışdı dağa. Yəni, maraqlanmamız çox olubdu. Cavidlə bizim aramızda 9 yaş fərqimiz olub. Yəni, biz həm daybal olmuşuq, həm qardaş olmuşuq, həm dost olmuşuq. 23 il mənim üçün az olsa da böyük bir xatirələrimiz çox olub. Demək olar ki, Cavid uşaq yaşlarından çox aktiv uşaq olub. Dəcəlliyi çox olub. Həmişə çalışqan uşaq olub. Mən özüm də Cavidlə bir yerdə böyümüşəm. Az yaş fərqi olduğu üçün aramızda çətinliyi də demək olar bir yerdə görmüşük. Yaxşı günlərimizdə bir yerdə görmüşük. Paylaşdığımız çox şeylər var. Heç xatirələrdən də silinmir. Silə də bilmək olmur. Cabbarzadə Cavid kimi oğullarımız sayəsində bugün biz azad və qalib Azərbaycan vətəndaşlarıyıq. O yalnız ailəsinin deyil, həmçinin bütün Azərbaycan vətəndaşının, xalqının qəhrəmanı hesab edilir. Onun adı həm vətən uğrunda, həm də Füzulinin azad olunmasına görə medalları ilə, həmçinin 3-cü dərəcəli vətənə xidmətinə görə ordeni ilə əbədiləşib. Bu evdən bir qəhrəman çıxdı və onun həyatı Azərbaycan bütün gənclərinə nümunədir. Allah şəhidlərimizə rəhmət eləsin.